arzularına karşı çıkabilmirler. Elə cahil, arzusunu həyata keçirib hərbiçi olur. İllər ötür. Ömrünün 13 ilini hərbiçi kimi vətənə xidmət edən Ali, vətənin dar günündə sinəsini sər edərək qoruyur yurdunu. 2023-cü ilin sentyabr ayı baş verən antiterror əməliyyatları zamanı şəhadətə uçanın qəhrəmanının yoxluğu ailəsini çox sarsıtmışdı. Ən çox da anası Dinadin xanım yeganə oğul balasının həsrətinə dözə bilmirdi. Bala həsrəti saçlarını vaxtsız dəl saldığı kimi yuxusuz gecələrində almışdı əlindən. Ay oğul, mən senin için çok darıkmışım axı. Ben sen orada tek tenha darıkmırsan bu bizlerden ötürü. Can bala, gelmişsin. Ele çok darıkmıştım ki senden ötürü. Ele hey deyerdim benim balam orada tek tenha ne inecek bensiz. Ana, gəlmişəm sənə deyim ki, mən orada tək deyiləm. Məndən yaman yarım qalma. Bax, görürsən, mən burada tək deyiləm. Qardaşlarımla birlikdəyik. Biz bir elə min dirilərik. Şəhidlər ölməz, vətən bölünməz. Ama ben şehir oldum, yerim güzeldi, tek yanlarıma canım, can sevgilim, bağışla beni, seni de koydum, öten. Vatan sağ olsun, vatan sağ olsun. Benim çok eğlenceli. Eski Trabzon'un emektaşları Sabri Mehmet'e Diana Hanım'a teşekkür ederim. Hem de Diana, şahidimiz Uluk Caferov'un bacısıdır. Bu rolü oynamak onun için ne kadar çətinli bilirəm. Ama anasını canlandırır.